Salam aleykum. Deməli, Porsche ilə təchiz edilmiş qabda X qazı var. Deməli, bu X qazını təmsil edir. Çünki xətt buradan başlayır və sıxlıq rho bərabərdir 2,5 qram bölünsün litrdir. Burada təzyiq 1 atmosfer və temperatur 0 dərəcə nə deməkdir? Bu normal şərait deməkdir. Normal şərait üçün 0 dərəcə Celsius temperatur və 1 atmosfer təzyiq və 1 atmosfer təzyiqi də 101,3 kilopaskaldır. Yəni normal şəraitdə buradan dərhal V bərabərdir 22,4 yazıram. Maliyyə kütləni tapıram. 2,5'i vururam 22,4'e bu 56 edir və X-in maliyyər kütləsi burada 56 olacaqdır. Qram bölü mol və təbii ki burada Y-in maliyyər kütləsi X-in maliyyər kütləsinin 7'də 2'sine, yəni ki 56'ya vuranda bununla bu 7, 8, 16 eləyir. Y-də burada maliyyər kütləsi 16 olacaq. Və buradan X-ə Y əlavə eləyəndə qaz qarışığı yaranır və bu zaman o qaz qarışığının sıxlığı 1,25 qram bölü litrdir. Təbii ki, normal şərait V 22,4 M bərabərdir rho V 1,25 vurulsun 22,4, o da buradan 28'e bərabər olacaqdır. Artıq biz buradan müəyyən elədik ki, bunların deməli X-in maliyyər kütləsi 56, Y-in maliyyər kütləsi 16'dır və qaz qarışığının orta molyar kütləsi 28'e bərabərdir. Və davam edirik. Bu qaz qarışığının orta molyar kütləsi 28'dir. X 56, Y 16, diagonal çıxırıq. Böyükdən kiçiyə 56'dan 28 çıxanda 28 eləyir. 28'dən 16 çıxanda 12 eləyir. 4'ə bölürük 3, 7 və deyir ki, Y-in X-ə nisbəti, yəni ki 7 bölü 3 nisbət olacaqdır. Daha sonra artıq burada biz gördük ki, qaz qarışığının orta molyar kütləsi 28'dir. Bu 28'dir. Əgər buna əlavə edilən çoxdursa, onda sıxlıq artacaq. Buna əlavə edilən buna uyğundursa dəyişməyəcək. Buna əlavə edilən bundan azsa sıxlıq azalacaq. CO2 44 28'dən böyükdür, sıxlıq artacaq. CO 28'dir, bu 28'dir, bu dəyişməyəcək və C2H2 26'dır, 28'dən balaca da azalacaqdır.